Əli oturur Fatimə vəsiyyət eləyir, bir-bir uşaqları vəsiyyət eləyir. Deyirlər Hüseyni xüsusi tapşırdı, Hüseynim gecələr su istəyir, yuxudan oyanır. Gecə diqqətli ol, su verəsən balam susuz qalmasın. Danışır, gördü ki, qəm əlini öldürür. Qəm dolub ürəyinə, boğazı qəhərlənib, ürəyi çıxacaq. Baxdı, dedi, İbkili, vabkilil yətama. İndi Əli ağla mənə, ağla yetimlərimə. Əli ağla, ağla bu qəm səni öldürməsin. Həmişə bunu deyəndə Həzrəti Zeynəb yadıma düşür. Gör Zeynəb kim idi, gör Zeynəb necə dözdü. Burada Zəhra görür Əlinin ürəyi partlayacaq, deyir ağla. Hüseyin meydana gedəndə deyir Zeynəb ağlama. Ağlama. Siz eşidib ağlayırsınız, bacısı ürəyinin parçası olan xanım Zeynəb o mənzərəni görürdü, ağlamırdı, ürəyinə salırdı. Ona görə elə xəstəlik tapdı ki, ağlayanmadı Zeynəb. Başı Əlinin dizinin üstündə can verdi xanım. Amma bu gecə Zeynəb öyrəşib ağlamağını ürəyinin içinə salmağa. Amma bu gecə xanım Zəhra dünyadan köçəndə Əli dedi, balalarım uşaqlarına dedi, ucadan ağlamayın. Salman deyir, qəribə mənzərə idi. Əli qüsul verirdi Fatimiyə. Uşaqlar su gətirirdilər, ətəklərindən ağızlarını tutmuşdular ki, ağlamasınlar. Zeynəb elə uşaqlıqdan ağlamağını ürəyində saxlayıb.